Salam, hər vaxtınız xeyir olsun, hörmətli Neftçi TV izləyiciləri. Neftçi futbol mərkəzindəyik və bugün AFFA U15 liqasının 28-ci turunda Neftçi Qəbələni qəbul edir. Heyətlərlə tanış ola bilərik. Başlayaq Neftçidən. Komandamızda qapını 1 nömrə Kamal Camalzadə qoruyur. 8 komandanın kapitanı Rəşad Şirməmmədli, 2 Zahid Gülməmmədov, 4 Fəqan Mustafayev, 5 Ruslan Quliyev, 9 Ümid Hüseynov, 10 Petku Kay. Qəbələ komandasının heyəti isə bu cürdür. Qapıda 1 nömrə Daniil Bayramari, 11 komandanın kapitanı Mehdi İsmailov, 2 Hamza Tahirov, 3 Füzuli Əzməmmədli, 4 Elcan Mahmudov, 5 Renat Əliyev. Və qarşılaşma başladı. Neftçiyə uğurlar. Cərmə meydançasında 6 oyunçumuz ötürmə gözləyir. Fəqan 2 əlini qaldırıb havaya. Mustafayevdən ötürmə cərmə meydançasına. Top tirə dəyir. Birbaşa qapıya zərbə idi hətta. Ümid Hüseynov. İndi top istəyir Qafar. Əli ötürmə Ümiddən. Qafar istiqamətində. Qafar Babayev. Qafar daha bir ötürmə. Sağ cəha. Əli Musazadə çatdı topa. Əli Musazadə baxır komanda yoldaşlarına ötürməsini edir. Ona mane oldular. Fitini səsləndirir. Petku Kay. Kaydan ötürmə cərmə meydançasına. Başla. Zərbə alınmadı. Uzaqlaşdırdılar topu. İndi Rəşad. Zərbə alınacaqmı? Qafar Babayev. Onun ötürməsi qarşılayırlar. Petku Kay. Geriyə Fəqan. Ondan daha bir irəli ötürmə. Və Qəbələnin əks hücumu ola bilərdi. Əli topu meydandan çıxarır və əlavə edilmiş ilk dəqiqə tamamlanan kimi Xəlil Xəlilov birinci hissənin final fitini səsləndirir. Qəbələ futbolçularının toxunuşu ilə ikinci hissə başladı. Neftçiyə bir daha uğurlar arzulayırıq. 11 Əli Musazadə, 15 Qafar Babayev, 18 Arif Abdullazadə və 88 Əli İsrafilov idi. İndi 42-ci dəqiqədə Qəbələ komandası sağ cinahdan gələn ötürməni burada qapıdan keçirə bildi. 7 nömrəli futbolçu oyunda hesabı açır. Ötürmə qapı qarşısına. Başla. Zərbə alınmadı. Ümid və alınmır. Əlipaşa Abdullayev əlavə edilmiş ikinci dəqiqədə yekunlaşmaq üzrədir. Əlipaşadan irəli ötürmə. İndi təhlükəli ola bilər. Nihad Abbasov cərmə meydançasında. Qapıcı topu götürdü. Daniil Bayramari. Onun ötürməsi topa toxuna bilmədi. Ancaq təzyiq edir burada rəqibə. Uzaqlaşdırdılar topu və bununla da qarşılaşmanın final fiti səslənir.